Dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərinin ucuz maşınlar bizdə. Sizlərə bu günlərin 92-ci ilin 16-sı tam normal vəziyyətdə yarımspor təkər maşınımızın nəyi var, nəyi yox, birazdan çəkib paylaşıb sizlərə təqdim edəcəm. Dəyərli dostlarımız, avqust ayının 6-sı 7-si üzrü sayın. 7-si çəkib paylaşıram. Avqust ayının 12-sinə qədər vaxtı var. 12-dən sonra çox xahiş edirəm, heç kəs yığmasın. Ünvanımız Gəncə şəhəri, Yarmarkanın yanı. Əlaqə nömrə profildə var. Və dəyərli dostlarım, hər növ avtomobillərlə qulluğunuzdan. Kimə nə maşın lazımdır, yaxınlaşa bilər və satdıq nə maşınınız varsa, yaxınlaşın birbaşa şəxsən özümüz tərəfdən alaq. Gözəl dostlarım, qardaşlarım, 92-ci ilin 16-sı. Ətraflı deyim ki, gəli vəziyyət çəkib dala qayıtmayasınız. Gələndə real biləsiniz, nə maşının dalından gəlirsiniz. İndi müəyyən dostlarımız var, bilmir. O bəzi çəkirsən 10 minlik maşını 5 minə dəyəndə fikirləşirlər nəyi var, bunu görən niyə belə çəkdi və ona görə ətraflı çəkim. Deyim ki, biləsiniz. Bax, maşınların fərq olur, motorunda, nə bilim, kuzasında. Gözəl qardaşlarım, korobkası 4'dür. Ürəyinizdən keçən sualların hamısını mən sizlərə çəkib deyəcəm. Elə bir gözəl sənətkarın maşınıdır, elə bir insanın maşınıdır. Sazdan bəlli olur yəqin ki. Yəni bu gözəl insanın, bu maşını mən həqiqətən də ürəklə çəkib paylaşıram ki, bir qəpik də lazım deyil, sadəcə alana da satana da Allah xeyir versin. Bir dənə problem görürsünüz, bax cızığı. Bunu da çəkib göstərirəm ki, əzizlərim, gözəl qardaşlarım, biləsiniz. Korobkası 4'dür. Motor, bilirəm, soruşacaqsınız ki, bilmirəm, demifdə ətraflı. Motor 011'dir. Gördüğünüz kimi motorumuzu əl gəzdiriblər. 011 motorunla da bakavinası göz qabağında, yəni normal çürük çarıq yox, hal-hazırda. Sənədlər qaydasında gözəl qardaşım, o gizlin qalan müəyyən sənədlər var, demirlər. Ona kimi mən sizə deyəcəm. Texniki baxış ayın axırında qurtarır. Qiyməti isə sonunda, tam ürəyimi boşaldandan sonra, tam dərdimizi deyəndən sonra qiymətini deyəcəm sizlərə. Qiymət cəmi 3200 manat. 3000 manat versəniz, texniki baxış bir tərəfdən həll olacaq. 3000 manat verəsiniz, siz həll eləyəsiniz. 3200 versəniz bir, yəni gəlib həmən şeyə çıxır, yəni bir kəlmə, qiymət nə uzadım. 3000 manat ver, texniki baxışda sizlik, başqa söhbət ola bilməz. Gözəl qardaşlarım, bu 16'mız cəmi qiymət 3000 manat. Bunu da gözəl insan, gözəl sənətkarımız sürə bilmir, ona görə də satışa çıxartdı. Özü üçün almışdı, satışa çıxartdı. Maşınımız həqiqətən göründüyü kimi. Qiymət, son qiymət 3000 manat. 011 motoru sənətdə, texniki baxış ayın axırı qurtarır. Ətraflı məlumat deyirəm ki, orada oturanda ürəyinizdən keçən sualları mən burada sizlərə cavablandırım. Davenusun vaxtına 8 ay qalıb. Sığortası var hələ bir xeyirxah müddət. 4-5 aydan çox olmalıdır təxminən. Və gözəl qardaşım, bu maşına sahib olmasasınız, əlaqə nömrə profildə varımızdır. Birbaşa yaxınlaşın salonumuza, gəlin aparın. Öpürəm sizləri, Allah sizləri var eləsin. Əlində 3000 olanlar, fikirləşmə, kredit bizlik deyil, kreditlə yox, nağdı. Nağdı 3000 manat, ver gəl apar, 92-ci il. Bilirəm, il yaddan çıxmışdı, 92-ci il. Korobka 4 motorun olun, bir tam normal vəziyyətdə belə bir 06 sizlər üçün. Avqust ayının 7-si satışa çıxartdıq. Avqust ayının 12-sinə qədər vaxtı var. Öpürəm sizləri, yolunuzu gözləyirəm. Ünvanımız Gəncə şəhəri, Yarmarkanın yanı. Allah ruzunuzu versin, siz də gəlin bizdən maşın alın.